İngilis dilində sual cümlələrin qurulması. İlk olaraq sadə indiki zamanda sual verməkdən başlayaq. Əgər cümlədə are, you, we, they varsa, sual üçün cümlənin əvvəlinə sadəcə olaraq do gəlir. Əgər he, she, it varsa, onda does işlənir. Məsələn, düzgün bir cümlə deyək. You read a book. Burada sual vermək istəyəndə sadəcə deyirik. Do you read a book? Daha sonra yəni əlavə heç bir şey yox. Sadəcə do sözü cümlənin əvvəlinə gəlir. Başqa bir nümunə deyək. He study English. Bu cümlənin sual ediləni deyirik. Does he study English? Burada incə bir məqam var. Does gəldiyi üçün he, she, it ilə hər zaman sadə cümlə forması olur. Does gəldiyi üçün o s şəkilçisi burada düşür. Sonra indi keçək am, is, are olan cümlələrə. Əgər cümlədə bu sözlər varsa, sual vermək daha asandır. Heç do ehtiyac deyil, istifadə olunmur. Sadəcə am, is, are sözün cümlənin əvvəlinə keçirir. Yəni cümlə keçirilir. Məsələn, you are tired. You are tired. Sən yorğunsan. Bunu sual etmək üçün are you tired edirik. Are you tired? Sən yorğunsan? Sual. Və yaxud she is busy. Yəni o məşğuldur. Bu cümləni sual edəndə deyirik is she. Yəni sən məşğulsan, is əvvələ keçdi. Burada da are əvvələ keçdi. Yəni bu qədər. Sonuncu olaraq sual cümlələri what, where, why. Nə, harada, necə. Məsələn, what do you want? Sən nə istəyirsən? Burada sual kimi yalnız cümlənin əvvəlində işlənir.